Dilber bəy, bu 2026-cı ildə dövlət büdcəsinin bu hərbi və təhlükəsizlik məsələlərinə səninkindən çox pul ayrılır. Sizcə bu Ermənistanla biz belə fikirləşirik ki, yəni müharibə bitdi, artıq sülhə doğru münasibətlər gedir. Və bu hərbə və təhlükəsizliyə bu qədər pulun çox ayrılması sizcə nəyin göstəricisi? Nə ola bilər? Nə gözləyirsiniz? Əlbəttə ki, mən yəni büdcədə 1,8 milyard vəsaitin deməli hərbi xərclərə ayrılması əlbəttə ki, böyük rəqəmdir. Ümumdaxili məhsulun böyük bir hissəsidir, faizidir. Amma biz buna məcburuq. Ona görə ki, regionda hələ narahatçılıq ocaqları qalır. Elə Ermənistanın özü də, Rusiyanın son vaxtlar qaba davranışı da, Xəzərdə hələ bizim qarşıdakı illərdə çox böyük, necə deyərlər, görməli olacağımız işlər var. Xəzər sıradan adi bir məsələ deyil. Ola bilsin ki, kimsə buna elə belə bir dəniz kimi, göl kimi yanaşır, amma mən sizə deyim ki, Xəzər çox belə strateji bir hədəfdir. Rusiya və İran, yəni orada hegemonluq uğrunda mübarizə aparırlar. Biz də yəni Xəzərin Azərbaycana aid olan hissəsində müəyyən işlər aparmalıyıq. Həm Dövlət Sərhəd Xidməti xətti ilə, həm Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri xətti ilə. Ona görə də bu vəsaitlər hələlik ayrılmalıdır. Amma o vəsaitlərin doğru və düzgün təyinatı üzrə istifadəsi məsələsi müvafiq dövlət və hökumət strukturlarının nəzərində, diqqətində olmalıdır ki, bəzi oğru generallar, bəzi oğru belə deyək də, yaramazlar Azərbaycanın müdafiəsi və təhlükəsizliyi üçün ayrılan pullara əl uzatmasınlar. Çox təəssüflər olsun ki, bu illər ərzində biz görmüşük ki, müqəddəs saydığımız ordunun, yəni əskərimizin varına, dövlətinə də bəzi çirkin əllər uzanıb. O çirkin əllər özdə necə var uzanıb? Siz bilirsiniz ki, hərbi sahə çox bahalı bir sahədir, çox belə böyük vəsaitlər tələb edən bir sahədir. Təəssüflər olsun ki, belə deyək də, yağlı tikə kimi bəziləri onu öz dədəmalı kimi istifadə eləməyə, bəziləri bacarıblar, bəziləri bacarmayıblar, bəziləri yolda yanıblar. Mənim nə demək istədiyimi hörmətli tamaşaçılar başa düşürlər. Yəni onları hüquq mühafizə orqanları durdurub. Amma bu hələlik məcburi addımlardır. Amma ümid edirəm ki, Ermənistanla bəzi məsələlər, siyasi, iqtisadi məsələlər həll olunandan sonra yəqin ki, hərbi sahəyə də ayrılan büdcə vəsaitləri azalacaq. Və onu da deyim ki, dəyərli Daşqın bəy, hörmətli Hürriyyət TV izləyiciləri, bu son vaxtlar Rusiyanın bu aqressiv davranışları, bu Ukraynaya qarşı təcavüzkar hərəkətləri, Amerikanın Rusiyaya qahmar çıxması, onu müdafiə etməsi dünya dövlətlərini bu müdafiə və təhlükəsizlik sahəsinə daha çox vəsait ayırmağa sövq eləyib. Ona görə ümid edirəm ki, nəhayət ki, bu Putin kimi, Trump kimi bu dünyada ancaq öz şəxsi maraqlarını güdən siyasətçilər, işbazlar, nə bilim, belə deyək də, dünya malına hərislər nəhayət ki, o siyasi səhnədən çəkiləcəklər və ondan sonra da insanlar rahat nəfəs alacaq. Çünki bu günləri siz də bilirsiniz, mən də bilirəm, bugün Azərbaycan insanının səhiyyəyə, elm və təhsilə daha çox vəsait ayrılmasını biz istəyirik. Çünki bizim bu sahələr çox axsıyır. Yəni, xüsusən elm və təhsildir, səhiyyədir. Bugün Azərbaycan xəstəxanalarına Allah heç kimə xəstəlik qismət eləməsin. Dəyərli Daşqın bəy, yəqin ki, siz də eşitmişsiniz, görmüşsünüz. Bugün xəstəxanalara gedəndə insan əlindən, yəni o xəstələrə müraciət edən adamların əlindən tərpənmək mümkün deyil. Və bizdə baxmayaraq ki, iki qurum bu sahəyə cavab verir. Həm bizim Teymur Musayevin nazir olduğu Səhiyyə Nazirliyi, həm də tibbi ərazi idarə etmə orqanları ilə iş neydi? O Vüqar Qurbanovun təbib də, təbibin rəhbəri. Yəni iki qurum olsa da, amma təəssüflər olsun ki, onlar hələ xeyli görməli olduğu işləri görüb başa çatdırmayıblar. Bu da məni bir Azərbaycan vətəndaşı kimi çox narahat edir. Çünki üzr istəyirəm, burada bir məsələ demək istəyirəm. Mənim ailəmdən böyük qardaşım bir 10 gün bundan qabaq rəhmətə getdi, xərçəng xəstəliyindən.
Ondan qabaq Allah rəhmət etsin. 24 yaşında bacım oğlu qanın xərçəngindən rəhmətə gedib. O əskərliyə gedib, instruktorluq gedib, gələndən sonra 1 ilə yaxın müalicə aldı. Sonra da Türkiyəyə göndərildi. Burada müəyyən edə bilmədilər həkimlər. Türkiyədə 7 ay müalicə alandan sonra sağaldı, ilik köçürməsi elədi. Təzədən 8 ay sonra rəhmətə getdi. Təsəvvür edin. Yəni biri də həmin o bacım oğlu deyirəm ki, rəhmətə getdi. Onun anası da, bacım da bu dəqiqə xərçəng xəstəliyindən əziyyət çəkir. Təsəvvür edin, bir ailədən 3 nəfər. Allah səbir versin. Birisi Daşqın bəy, məsələ burasındadır ki, bu günləri Azərbaycanda yəni bu zəhrimarla bağlı çox böyük ciddi narahatçılıqlar var. Mən artıq dünyasını dəyişib, Oqtay Şirəliyev bilirsiniz, keçmiş Səhiyyə Naziri var idi. Yəni xatırlayıram ki, onda bir xəstəlik var idi. O xəstəliyi müalicə eləmək üçün belə də böyük ciddi bir xəstəlik deyildi. Xaricdə, yəni belə deyək də müalicə olundu Oqtay Şirəliyev. Deyirəm, bir ölkənin ki, Səhiyyə Naziri ən xırda xəstəliyi xaricdə müalicə edirsə və öz həkimlərinə etibar etmirsə, bu artıq səhiyyənin hansı vəziyyətdə olmasının bariz göstəricisidir. Ona görə biz bəzən tənqidi fikirlər səslənəndə bizim o bəzi belə deyək də harım məmurlar, harım şəxslər bunu xoşlamırlar. Mən bilirsiniz Azərbaycan mediasında bu gün demək olar ki, neçənci yəni platformadır, dostlar dəvət eləyiblər, mən iştirak eləyirəm. Yəni biz nə qədər tənqidi fikirlər səsləndiririk, bir o qədər yəni xoşlarına gəlmir. Ötən gün yəqin ki siz Bakının küçələrinin vəziyyətini gördünüz. Yəni yağışdan sonra, leysan yağışlarından sonra Bakı suya qərq olmuşdu. Bu il təkrar olunan vəziyyətdir. Mən yenə də deyirəm, mən bunu hər zaman demişəm, bugün də deyirəm. Bakının o belə deyək də mamlumatan kimi gəzən rəhbər şəxsləri var. İndi adlarını çəkmirəm, çünki çəkən kimi dərhal xətirlərinə dəyir. O bahalı maşınlarda bəyənmədikləri Almaniyanın istehsalı olan ən son model BMW markalı maşında gəzən rəhbər şəxslər, mavinlər, nə bilim, icra başçıları xəcalət çəkmirlər Bakının o vəziyyətinə görə. Mən hər şeyi başa düşürəm. Pul da qazanmaq lazımdır, yaxşı da yaşamaq lazımdır, bahalı kostyum da geyinmək lazımdır. Amma bilirsiniz, valla mən yazığım gəlir elə adamlara. Baxın, əgər parka çıxıb rahat gəzə bilmirsə, qorxu səksəkə içində gəzirsə o nazir və yaxud da ki, nazirələr və yaxud da ki, nazirlərin əsabaları. Bu nə həyatdır? Bu bədbəxt həyatdır. Bilirsiniz, Daşqın bəy, açıq demək lazımdır. Əgər insan rahat şəkildə avtobusdan, metrodan, öz avtomobilindən və yaxud da xeyirdə, şərdə iştirak eləmirsə, o doğrudan da faciəli həyatdır. Mən bunu hər zaman demişim. Ola bilsin, mənim yanaşmam doğru yanaşma deyil, ola bilsin, bunu dilettant yanaşma kimi qeyd eləsinlər. Amma mən sizə deyim ki, mən vətənimi, Azərbaycanımı, indi yaşadığım paytaxtı, doğulduğum məkanı, yerləri, hamısını çox sevirəm, ona bağlı olan bir insanım. Ona görə də bu nöqsanları kiminsə xoşuna gəlmək üçün mən səsləndirmirəm. Mənim üçün ağ ağdır, qara qaradır, yaxşı yaxşıdır, pis də pisdir. Bakının küçələri o rəzil gündə olmasaydı, yəqin ki, mən burada Daşqın bəyin və digər hörmətli izləyicilərin qarşısında o sözü dilə gətirə bilməzdim. Mənə deyərdilər ki, başı xarabdır, bu nə danışır? Bakının gül kimi pırıldayan küçələri var. Bu deyir ki, Bakının küçələri o vəziyyətdədir. Amma mən onu da unutmuram, indi məhkəməsi gedir. Baxın, Baksolda bir cavan oğlan, səhv eləmirəmsə, Daşqınov idi, kim idi? Ailənin tək övladı, o kanalizasiya lökünə düşdü. 3 gündən sonra onun cansız bədəni Hövsanda o kollektordan tapıldı. İndi məhkəmə gedir, bir nəfəri tapıblar məsuliyyətə cəlb eləməyə. Əslində qalsa, Bakının o vəziyyətinə görə Bakının icra başçısından tutmuş, şəhər təsərrüfatına cavab verən şəxsə qədər hamısı çoxdan həbs olunmalı idi və onlar layiq olduqları cəzanı almalıydılar. Bir cümlədə deyim, Daşqın bəy. İnanın ki, 3 aydır dilim qabar vurub ki, Bakını it sürüsü baş alıb gedir. İt əlindən, yəni o sahibsiz itlərdən şəhərdə tərpənmək mümkün deyil. Binəqədidir, Nərimanovdur, Nəsimidir, elə metroların, elə Yasamaldır, metroların girəcəyi, çıxacağıdır. Bir nəfərin tükü tərpənmir.
Amma bizdə bilirsiniz də bir bədbəxt hadisə oldu. Yəni bizim qəsəbələrin birində o sahibsiz itlər məktəbliyə hücum elədi. Bir müddətdən sonra o quduzlaşmadan dünyasını dəyişdi. Eyni hadisə elə Tovuzda da bizim qərb rayonlarının birində, yəni Tovuzda da baş verdi. Bilirsiniz, deyir məndən ötdü qardaşıma dəydi prinsipi ilə yaşayırlar bəzi məmurlar. Bilirsiniz, onlar ancaq dövlət başçısının keçdiyi yolları belə deyək də biraz nəzarətdə saxlayırlar. Digər ərazilər isə onları maraqlandırmır və düşünürlər ki, belə aldatmaqla güya aldadırlar da, özlərində belə bir təsəvvür yaradırlar ki, hər şey əladır, hər şey yüksək səviyyədədir. Amma mən bir neçə ay bundan qabaq Sabunçu rayonunun Zabrat qəsəbəsində mən bir yer vardı, ora getdim. İnanın ki, bu günləri Ukraynanın bombalanan küçələri bəlkə o küçələrdən daha abırlıdır, amma Zabrat 1 və ya da digər ərazilərdə demək olar ki, bərbad bir vəziyyətdir. Elə ötən günlərdə bir sosial şəbəkələrdə bunu da deyim, sonra suala keçək. Bizim cənub mirvarisi olan Lənkəranla bağlı bir video mənə göndərmişdilər. Lənkəranın o videosundan sonra Lənkəranın icra başçısı Taleh Qaraşov gərək özünü asaydı. Yəni o rüsvayçılıq, rəzalətin fonunda. İnsan 13 il bir rayonun icra başçısı olasan, şəhərin mərkəzi hansı gündədir? Çirkab, üfunət, kanalizasiya suları, hələ mən kənd yollarını demirəm mən. Bu insan özünə sıxışdırır, hələ bahalı kostyum geyinir, belə də o xoşlayır, o belə bahalı kostyumlar geyinsin, belə hamı onun qabağında belə deyək də, o əskər komandirin qabağında fərəqət duran kimi hamı onun qabağında fərəqət dursun. Ayıb deyə ayıb. Ayıbdır, o videonu görməmisənsə, qapalı qalan gözləri aç, Taleh Qaraşov. Lənkəranın üz qarası, o mərkəzi bazar, o mərkəzi küçələr, o kanalizasiya suları. Sən Lənkəranı nə günə qoymusan? Ay vicdan hissini, reallıq hissini unudan insan. Ayıbdır. Amma belə deyək də, bəzilərinin qabağında özünü belə Lənkəran kimi bir şəhərin icra başçısıdır güya bu. Amma Lənkəran kimi bir cənub mirvarisini hansı günə qoyub bu 13 ildə bu adam? Yeri gəlmişkən yenə deyirəm, o təkəbbürlü adamı oradan rədd edib çıxartmaq lazımdır. Onu oradan uzaqlaşdırmaq lazımdır. Allahın hüzür mərasiminə gəlir, ondan qabaq polislər gəlir, orada nəyisə tənzimləyir. Güya bu böyük bir şəxsiyyətdir, kiməsə lazımdır, kimsə ona üzr istəyirəm, göz ağardacaq, bunun halı pisləşəcək. Mən onu da görmüşəm. Özüm iştirak elədiyim məclisdə mən o halı yaşamışam. Polis gəlib ki, maşınları çəkin, burada başçı gəlir. Gəlir də, hüzur yerinə gəlir də. Gəlir, gəlsin, başsağlığını versin, çıxıb getsin də. Güya böyük bir adamdır. O adamın viran qoyduğu Lənkəran inildiyir bu günləri o çirkabın içində. 100 milyonlarla kanalizasiya xətlərinin qurulmasına pul ayrılıb dövlət büdcəsindən. Hörmətli baş prokuror Kamran Əliyev, hörmətli korrupsiyaya qarşı mübarizə baş idarəsi məşğul olun da. O pullar kimin ciblərində oturub və hara gedib? Və Lənkəran niyə bu gündədir? Və ora gələn insanlar Lənkəran haqqında hansı təsəvvürü özlərində gəzdirərlər? Və bir vaxtlar MDB məkanından ən çox turist gələn yerlərdən biri olub, hörmətli Daşqın bəy, Lənkəran. Amma bugün Lənkəranın anasını ağladıb, elə bir vəziyyətə qoyublar ki, Lənkəranlılar özləri xəcalət çəkirlər bazara və yaxud da ki, o yollara getməyə. Hindistanda, o basırıq Hindistanda, əhalinin sayına görə bilirsiniz, Hindistan bugün dünyanın birinci ölkəsidir, Çindən də çox. Hindistanda heç o mənzərə yoxdur, Lənkəranda o vəziyyətdir. Bazar nə gündədir, yollar nə gündədir, Lənkəranın insanı hansı, o bayaq xəstəlik dediniz, həmin o narkomaniya Lənkəranda başalıb gedir, həmin o xərçəng xəstəliyi başalıb gedir. Bunu görmür bu icra başçısı, bunu əvvəla icra başçısı yerli adam olmalıdır, bilməlidir, yerli adam bilməlidir ki, yerli problemlər nədir? Əgər bu adamın ümumiyyətlə Lənkərandan qandığı qrafa yoxdursa, o Lənkəranın hansı yarasına dərman ola bilər? Mən yanaşmam odur. Siz məni aparın, qoyun bir dağ rayonuna, mən orada eksperiment apararam. O vaxta qədər axırı məni ya dağdan kəllə mayallaq yerə atarlar. Deyərlər ki, bunun ümumiyyətlə dağdan anlayışı yoxdur. Ya da sən doğrudan da o işi bilən adam olmalıdır. Nəysə, yekunlaşdırıram. Yəni demək istəyirəm ki, biz qaldırdığımız məsələ səhiyyədir,
elmdir, təhsil və digərlər. Bunlar çox vacib məsələdir. Bu, millətin gələcəyi ilə bağlı olan məsələdir. Siz də dediniz, hərbini indi bizim Maliyyə Naziri olan Cahanşümül Sahil Babayev və komandası elə bir vəziyyətə qoyub ki, insanlar hərbiyə də maraqları azalır. Bu çox strateji məsələdir. Ola bilsin, kimin üçünsə xırda məsələdir, amma bu çox strateji məsələdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi ancaq düşünürlər onun haqqında ki, nə bilim, hardansa, nə bilim, nə isə qənaət eləsinlər, amma yenə də deyirəm, qənaət eləyə biləcəyiniz milyardlar Allah uzaq etsin, sabah ölkənin müdafiəsi və təhlükəsizliyi lazımi səviyyədə təmin olunmasa, böyük fəlakətlərə gətirib çıxara bilər.